Əziz izləyicilər, bəzi insanlar sual verirlər ki, niyə görə Hülya Avşar İbrahim Tatlısəsi sevmədi? Bunun bir neçə səbəbi var. Birinci səbəb budur ki, Hülya Avşar hər zaman deyib ki, İbrahim Tatlısəs çox hökmran, sərt xarakterli, qadınlara münasibətdə köhnə düşüncəlidir. Hülya isə özünü azad ruhlu, müstəqil qadın kimi görür və bu cür münasibəti qəbul etməyib. İkinci səbəb isə onların qısa müddətli münasibəti olub. Hülya Avşarın dediyinə görə, İbrahim Tatlısəs qısqanclıq edib. Hülyanın sənətinə və həyatına qarışmağa çalışıb. Bu da münasibətin bitməsinə səbəb olub. Üçüncü səbəb isə İbrahim ayrıldıqdan sonra mətbuatda Hülya haqqında sərt və bəzən hörmətsiz ifadələr işlədib. Bu isə Hülyanın ona qarşı münasibətini tamamilə mənfi edib. Dördüncü səbəb isə budur ki, Hülya Avşar açıq şəkildə deyib ki, İbrahim Tatlısəs mənim dünyama uyğun insan deyil. Yəni məsələ sevgi yox, dünya görüşü uyğunsuzluğu olub. Hülya öz müsahibəsində deyib ki, İbrahim haraya gedəcəyimə, kimlə görüşəcəyimə qarışırdı. Səhnəyə çıxmağıma belə sərhəd qoyurdu. Mən heç vaxt bir kişinin hökmü altında olmamışam, ola da bilmərəm. Bu açıqlama o vaxt mətbuatda böyük səs-küy yaratmışdı. İbrahim Tatlısəs Hülyanı sənət yoldaşlarından qısqanır, kişi aktyorlarla çəkilişlərinə etiraz edirdi. Bu məsələ münasibəti ciddi şəkildə gərginləşdirdi və ayrılığa səbəb oldu.